Uşaqların dostlarını vurmasının bir neçə psixoloji səbəbləri ola bilər. Bu davranışın səbəbini anlamaq və düzgün yönləndirmək vacibdir. Bu səbəblər hansılardır? Birincisi, özünü ifadə etmə çətinliyi. Kiçik yaşlı uşaqlar hələ emosiyalarını və fikirlərini sözlə ifadə etməkdə çətinlik çəkirlər. Söz yerinə fiziki hərəkətlərlə reaksiya verirlər. Digər bir səbəbi frustrasiyadır, yəni əsəb və məyusluq. Uşaq istədiyi bir şey ala bilmədikdə və ya qaydalarına əməl olunmadıqda qəzəbini fiziki formada göstərir. Üçüncü səbəbimiz diqqət çəkmək istəyidir. Valideynlər və ya müəllimlərdən diqqət almaq üçün dostlarını vuraraq reaksiya gözləyirlər. Digər bir səbəbimiz sosial bacarıqların yetərsizliyidir. Hələ dostluq və paylaşma qaydalarını tam öyrənməmiş uşaqlar münaqişələri həll etməyin başqa yollarını bilmədikdə fiziki təcavüz göstərə bilirlər. Digər bir səbəbimiz öyrənilmiş davranışdır. Evdə və ya ətraf mühitdə zorakılıq və ya aqressiv davranışlar görürsə, bunu normal qarşılayıb özləri də tətbiq edə bilirlər. Digər bir səbəbimiz həddindən artıq enerji və hiperaktivlikdir. Bəzi uşaqlar çox enerjili olduqları üçün hərəkətlərini idarə etməkdə çətinlik çəkirlər. Bir səbəbimiz də sərhədləri yoxlama istəyidir. Bəzən uşaqlar hansı davranışın qəbul edilməz və ya qəbul edilir olduğunu anlamaq üçün vurduqlarında hansı reaksiyanı alacaqlarını yoxlayırlar. Bəs bu cür uşaqlara necə yanaşmaq lazımdır, nələr etmək olar? Birinci, sakit şəkildə sərhəd qoymaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, biz dostlarımızı vurmuruq, əgər əsəbləşmirsənsə, mənə deyib birlikdə həll edək. Digər bir vasitə də alternativ ünsiyyət üsullarıdır. Yəni, uşağa duyğularını sözlə ifadə etməyi öyrətmək lazımdır. Məsələn, mən indi inciyəndə belə hiss edirəm, belə reaksiya verirəm, sən də bu formada reaksiya verə bilərsən. Digər bir kömək vasitəmiz müsbət davranışları tərifləməkdir. Uşaq sakit qalıb problemi şifahi şəkildə həll edəndə onu tərifləmək lazımdır. Həmçinin nümunə olmaq lazımdır. Valideyn və ya müəllimlərin uşağa münaqişələri sakit və hörmətli şəkildə həll etməyin yollarını göstərməlidir. Aşırı aqressivlik varsa, mütəxəssislərə müraciət etmək lazımdır. Çünki bu hər hansı başqa bir problemin də səbəbi ola bilər.